Tibbi reabilitasiyaya ən çox ehtiyac duyan pasiyentlər uşaq pasiyentlərdir. Bu yöndə valideynlər də diqqətli olmalı, vaxtında düzgün həkim, mərkəz, müalicə planı seçməlidir. Nevralgiya və ya ortopediya sahəsində genetik sindromlar, anadan gəlmə inkişaf pozğunluqları və ya qazanılmış pozğunluqları olan uşaqlar effektiv reabilitasiya ilə xeyli düzələ bilərlər. Uşağın orqanizmi böyüyür və inkişaf edir ki, bu da müalicə üsullarının seçimində özünü göstərir. Uşaq reabilitasiya mərkəzlərində müalicəyə kompleks yanaşma tətbiq olunur. Əlil uşaqlar üçün reabilitasiya prosesi fasiləsiz həyata keçirilir. Onun əsas məqsədləri mövcud funksional pozğunluqların nəticələrini azaltmaq, uşağın bacarıqlarını inkişaf etdirmək və həyatını yaxşılaşdırmaqdır. Serebral iflicili uşaqlar müalicəvi gimnastika kursu keçir, trenajorlarda əzələləri formalaşdırmağa və gücləndirməyə imkan verən xüsusi məşqlər edirlər. Eləcə də müasir əzələ sinir bərpa edici aparat, cihaz və prosedurlardan keçirlər. İndi isə Rəhimə Atəş Fizioterapiya Mərkəzində uşaq reabilitasiyası bölməsində bir gün necə keçir, daha yaxından tanış olaq. Gördüyünüz bu otaq uşaqlar üçündür. Uşaqlar üçün nəzərdə tutulub reabilitasiya otağıdır. Burada hardasa demək 6 aylıqdan və 13 yaşa qədər uşaqlar müalicə olunur. Paket 21 gündür, yəni 21 gün nəzərdə tutulur və əgər ehtiyac olduqda 21 gün 30 günə qədər artırılır. Deməli, bura hansı xəstəliklərdən müraciət olunur? Serebral ifliclik, hidrosefaliyadır və miopatiya və digər xəstəliklər var ki, anadan gəlmə elə bil əngəlli uşaqlar, doğuşdan əngəlli və sonradan qazanılmış əngəllər ki, burada müalicə olunur və yerimək üçün, addımlamaq üçün, oturmaq üçün bir çox alətlər vardır burada, bu otaqda. Və burada qəfəs mövcuddur, hansı ki, bizdə yeriyə bilməyən uşaqlar üçün, addım ata bilməyən uşaqlar üçün o qəfəsdə bağlanılır və iplər vasitəsilə uşaqlar yeridilir. Yataqda hərəkətimiz serebrallarda bütöv şəkildə tam olaraq müalicə olunur, hansı ki, yuxarı ətraf və aşağı ətraf bütöv müalicə olunur və bir də bəzən serebral iflic olan kiçik, orta və ağır dərəcələrə bölündüyünə görə baxır onun dərəcəsinə uyğun da hərəkətlər olur yataqda. Uzay adlandırdığımız yerdə isə bizim həmin xəstələri bütöv ayağın bütöv forması demək müalicə olunur. Yəni hərəkətləri bütün şəkildə yerinə yetirilir. Uşağın təkcə ayaqları möhkəmlənməli deyil. Həm aşağı ətraf, həm yuxarı ətraf möhkəmlənməlidir ki, uşaq hardansa tutub gedə də bilsin və özünə də güvəni artsın və bu şəkildə biz davam edirik. Əzələ zəif olan uşaqlar tez bir nəticə alır. 1, 2, hətta 3, uzağı 3 kursa və yeriməsi bərpa olur. Amma serebral iflicə bildiyimiz kimi uzun müddət bir proses deyilsə var, tez bir nəticə alır. Amma onlar müəyyən bir müalicə metodundan keçməlidirlər və valideynlər də bilməlidir ki, bura gələn uşaqlar oturmayan uşaq mütləq oturacaq. Yəni yeriməyən uşaq yeriyəcək. Özünü ən azından idarə etməyi bacaracaq belə uşaqlar və valideynlər buna inanıb gətirməlidirlər bu uşaqları bizə təslim eləməlidirlər və biz də bunun öhdəsindən yetərincə gəlməliyik.